sonra yeyə bilmirsən. Yeyə bilməsən gücün olmur. Güc də olmasa nömrə göstərə bilmirsən. Şorəbbəklə nömrə göstərmək olur. Gala. Olmur. Mən özüm Azərbaycanda silavoy idmana başlayanda Allah mənim atama rəhmət eləsin. Mənim atam mənə kömək edirdi. Mənim atam işləyirdi, qazanırdı, mənə pul verirdi. Mən də yeyirdim, içirdim, məşqimi edirdim, gücümü artırırdım. Yəni mən şorəbbəklə, göyçələr demişəm, doğğa içməklə olmayıb. Mən gücdən ötürü mən güclü yemişəm, özümə baxmışam, belə olubdu. Amma bəzi gicdallaqlar var ölkədə, bilən, ostraqlara da söz deyirsən, belə Çingiz bizim paxılığımızı çəkir. Siz var yoxunuzu sikimə gəl, mən sizin paxılığınızı çəkirəm. Qəhvə yığını qəhvə. Sözün düzün deyirsən, güzel daşşağa oxşayır, belə daşşaq var, bildiyimiz daşşaq. Deyirəm ki, insan kimi səndən pəhlivan olmayacaq, qaqaş, sən get başqa işlə məşğul ol. Bu sənlik deyil, bu sənin girdiyin bir yer deyil. Sən heç indiyə qədər tiyaqa dartmamısan, sən ümumiyyətlə silavoy məşqin nə olduğunu bilmirsən, sən 100 kilo tiyaqanı darta bilməyən adamsan, sən nə pəhlivanlıqdan osturağa basırsan, var yoxla nəhlət kimi görürsən, ağzına armatur alır, dişində hamı ağzına alır. Mən El Pəhlivanlar Birliyindən çıxdım. Niyə çıxdım? Ay qardaş, bu Nurəddin kimə gəldi vəsqə verir? Kimə gəldi vəsqə verir? Biri əlinə ağzına armatur alır, ağzında armatur alır və Nurəddin onu deyirsən bə. Verməyə bir qırağı, kimə də vəsqə verir ha? Həmin adamlar mənə problem. Pristav eləyim, mən neçə ildə əziyyət çəkirəm. Özümü bu cəmaatın içində tanıdan bir insanam, bir pəhlivan olaraq mən sözümü bütün pəhlivanların içində deyə bilərəm. Mən heç kim mənim sözümü iki eləyə bilməz. İki eləyənin həyatını iki eləyərəm. Mən bu sahədə ölmüş sənəti dirildən yeganə pəhlivan mənəm Azərbaycanda. Yəni Çingiz pəhlivanlıq eləyəndən sonra pəhlivanlıq artıq insanlara mülk verdi. Mənə qədər heç bir şey eləməmişdir. Girir, şey verir. Düşür, başlayır mənimlə prinsip aparmağa. Deyirəm ki, Nurəddinə zəng vurub, deyirəm ki, ay Nurəddin, bax, mən bu birisilərlə işim yoxdur. Bax, bu götvərəndir, bu peysərdir, belə də deyirəm, ha. Bunu xahiş edirəm, birlikdən rədd elə girən. Ya o birlikdə olacaq, ya mən. Bir problem yoxdur. O deyir şey deyəcəm mən, birlikdən çıxardacam. Onu mən uzaqlaşdıracam birlikdən. Bilirsiniz kim, o video çəkmişdim, o gicdallağa. O ostraq var idi, bir dənə dınlıq yalayan olur. Ağzına baxırsan, elə bil ki, bilən, səhərdən axşama kimi işin arı paça arasıdır, bilən. O peysərə video çəkmişdim, ha. O peysər gətirib ona şey deyir, pəhlivanlıq şey deyir. Girirəm, deyirəm, pəhlivan deyirsən, deyir ki, pəhlivanam mən. Canlı yayımdayım, var yox. Nurəddinlə dünən danışmışam. Səhəri günü canlı yayıma girmişəm TikTok'da. Deyirəm, canlıda söz düşür, deyirəm, mən onu pəhlivan kimi tanımam. Zəng qalxır yuxarı deyir ki, söhbətə baxın, ha. Evdə oturmuşdum. Nurəddin müəllim zəng vurdu, dedi, pəhlivan, gəl tədbirə. Mənə Nurəddin müəllim pəhlivan deyirsə, mənə maraqlı deyil, kim mənə? Sikim sənin var yoxluğun arası. İndən belə sənə pəhlivan deyənin də anasını sikim mən. Sənə indən belə pəhlivanlardan kim pəhlivansa onun anasını sikim mən. Qəhbə oğlu, qəhbə. Peysərin biri peysər. Buna mən söz deyirəm ağzımda. Mən neçə ildir bu 2024'də qoşulmuşam bu birliyə. Burada Nurəddinin sözünü demişəm, Nurəddinə padderjivit eləmişəm, Nurəddini söyənlərdən ötürü dalaşmışam, vuruşmuşam. Qəhbədən əmələ gələni gətirir, soxur ora, hələ onu soxmağı bir qırağı, hələ ona bir pəhlivan adda verir. Başıma elə bir qaynar su tökdülər də, var yox, nə? Vəsqəni də cırdım, dedim, sikdirsin hamısı bilər.